sən eşidək. Nə hazırlamısan? Mən müxtəlif ağacların yarpaqlarından təqdimat hazırlamışam. Aha, buyur. Qoz yarpağı, üzüm yarpağı, qızılgül yarpağı, nar yarpağı, limon yarpağı və pambıq yarpağı. Aha. Pambıq. Pambıq bu açılmış formasıdır. Bu isə hələ açılmamış formasıdır pambığın. Aferin. Əla. Buyur. Qoy sonsun mən yetişim İmtahan. Buyur, göstər bizə. Gən, gavalı, yasəmən yarpağı, qızılgül, yonca, böyükən, şaftalı və əncir, zoğal, üzüm, sərkimilər, iynə yarpaqlı şam, sökər və tutla qoz. Burada da çınar yarpağı, palıd yarpağı. Aferin sənə. Nə dinləyək? Fındık ağacının yarpağı, əncir ağacının yarpağı, ərik, qozalaq, nar, tut, qağara, üzüm, moruq, şanlı ağac, alça, gidaz. Çox gözəl. Buyur. Mən müxtəlif yarpaqlardan təqdimat hazırlamışam. Burada şaftalı ağacın yarpağı var, heyva ağacın yarpağı var, dökə ağacın yarpağı var. Dinləyək. Mən bitkilərdən təqdimat hazırlamışam. Bu dəfnə yarpağıdır. Aha. Bu qurudulmuş kəhli otu, bu pambıq, bu qurudulmuş səfərat, bu it burnu. Əla. Bu sən dinləyək. Mən üzərlik haqqında məlumat hazırlamışam. Üzərlik faydaları çoxdur. Üzərlik stres azaldır və baş ağrılarına faydalıdır. Sən təqdimatına baxaq və dinləyək. Mən tut yarpağı haqqında təqdimat eləmişəm. Buyur. Tut yarpağının çoxlu faydaları olur. Məsələn, həzm sistemini gücləndirir, saç tökülmələrin qarşısını alır, sümükləri gücləndirir və qaraciyərdəki toksinləri təmizləyir. Dinləyək. Bu tut ağacının yarpağıdır, bu üzüm ağacının yarpağıdır, bu alça ağacının yarpağıdır, bu da marul. Aferin. Dinləyək. Mən ərik ağacı yarpağı və alça ağacı yarpağı haqqında təqdimat hazırlamışam. Aferin. Səni dinləyək. Mən katalpa və ağzaqayıb ağacının yarpaqlarını yapışdım. Aferin. Buyur, sən nəqdimatını təqdim edə bizə. Nə Nar haqqındadır? yarpağı haqqında təqdimat hazırlamışam. Buyur. Nar yarpağı, nar ağacının yarpaqları xırda parlaq və yaşıl olur. Onları oval formadadır və budaqları tək və ya cüt-cüt düzülür. Yarpaqlar yazda açılır, payızda isə saralıb tökülür. Günəş işığı toplayaraq ağacın böyüməsinə və meyvələrin yetişməsinə kömək edir. Aferin. Təqdimatını bizə göstər və təqdim elə nə haqqında hazırlamısan? Heyva yarpağı, Aha. heyva yarpağından dəmlənən çayın bir çox xəstəliklərdən sayılır. Xəstələrin sağalmasında böyük rol olur. Böyük rol olur. Dinləyək. Mən yarpaqlardan təqdimat hazırlamışam. Burada karyokun yarpağıdır, əriyin yarpağıdır, bir də dəfnə yarpağı. Aferin. Haqqında təqdimat Ağacların yarpaqlarından. Ağacların Hansı yarpaq ağacların yarpağını istifadə edir? Çöçə və nar. Aferin.